Salam, hər vaxtınız xeyir olsun. Deməli bu son günlər, son 1-2 gündür ki, mən sosial şəbəkələrdən axır vaxtlar istifadə eləmirəm, amma tək Facebook istifadə edirəm. Orada qabağıma çıxır bu gözəllik mövzusu, təbiilik, sünilik, estetika, etika, dolğu və maraqlısı burasındadır ki, mövzu çox maraqlı və çox tarixi əhəmiyyətli mövzudur. Amma mövzuda danışanların tamamı, mənim gördüyüm tamamı mövzudan bir xəbər adamlardır. Çünki əsas xəzinə qalıb qıraqda, hamı düşüb 3-5 qəpiyin dalınca. Mən qısaca fikrimi bildirmək üçün özüm üçün video çəkdim. Sonra da bunu paylaşaram ya paylaşmaram bilmirəm də. Amma özüm üçün çəkirəm ki, ən azından nə vaxtsa mövzu yadıma düşsə özüm açıb baxaram. Gözəllik nədir? Bu maraqlı sualdır və mən vaxtında bunu çox düşünmüşəm. Gözəllik bir kavramdır. Gözəl isə bir sifətdir. Gözəl haqqında hər kəs danışa bilər. Gözəli göstərə bilər. Amma gözəllik haqqında çox az adam danışa bilər. Həmçinin də pis haqqında hər kəs danışa bilər. Amma pislik haqqında, yəni bunun kavramı haqqında çox az adam danışa bilər. Məsəl üçün, mən bir mollaya desəm ki, mənə pisdən danış, səhərə kimi danışa bilər. Şeytandan danışar, pis şeylərdən danışar, pis əməllərdən danışar, pis hərəkətlərdən danışar. Amma 99%, hətta mən deyərdim 100% görməmişəm, çünki pislikdən danışa bilməz. Yəni kavramsal pislikdən danışa bilməz. Yəni şeytandan danışa bilər. Çünki insan zehni duyğularla, obrazlarla hərəkət edir. Kavrama çatmaq çox çətindir. Məsəl üçün, şeytan pisin obrazıdır. Yəni pisliyin obraza bürünmüş halıdır. Ona görə bundan mollalar çox rahat danışa bilər bu haqda. Pis haqqında çox yaxşı danışar, pis şeyləri çox yaxşı göstərər. Pislik haqqında kim danışar? Pislik haqqında da filosoflar danışar. Onlar da pislə maraqlanır. Onların mövzusu pislikdir. Çünki filosoflar obrazla yox, kavramla düşünür. Yəni məsəl üçün heç bir filosof əlində əsa olan, yaba olan, belə başında buynuz olan bir şeytana inanmır. Amma onun arxasındakı kavrama inanır. Pislik kavramına inanır. Bu pislik kavramını da kütləyə çatdırmaq üçün məcbursan ki, bunu bir obraza bükəsən. Yəni buna bir obraz, don geyindirəsən. O da şeytandır. Bununla da ikincilər məşğuldur. Yəni mollalar. Gözəllik də bu cürdür. Gözəllik haqqında çox az adam, filosoflar, düşüncə adamları danışa bilər. Gözəl haqqında hər kəs danışa bilər. Gözəllik mövzusu çox dərin mövzu olduğu üçün və kavramsal olduğu üçün və ümumiyyətcə baxıram bu mövzuya əlaqəsi olmadığı üçün gəlin biz də elə gözəldən danışaq. Gözəlin belə tarixini, epistemologiyasını, etimologiyasını, ontologiyasını bilmədən bu müzakirələri aparmaq faydasızdır. Çünki bir nəticə olmayacaq. Bütün digər cəmiyyətdə, sosial şəbəkələrdə müzakirə olunan mövzular kimi. Gözəlin tarixi Umberto Eco'nun çox məşhur filosof və tarixçi, onun gözəlliyin tarixi və ona qardaş kitab, Çirkinliyin tarixi adında 2 kitabından çox gözəl araşdırıb başa düşmək olar. Gözəl nədir? Gözəl ümumiyyətcə nisbi bir şeydir. Zamana bağlıdır, zamanın sosio-iqtisadi şərtlərinə bağlıdır. Yəni gözəl kavramı, gözəl anlayışı özü sifəti dəyişkən bir şey. Zamana görə dəyişir. Məsəl üçün, Umberto Eco deyir ki, Viktorian dönəmi İngiltərəsində ən gözəl qadınlar sarayda belə dik burunlu, böyük burunlu, hətta qarbinkalı, böyük ombalı, böyük baldırlı, kök qadınlar hesab olunurdu. Bunun səbəbi də çox maraqlıdır.
Ona görə ki, tarixi nəzərə almaq lazımdır. Viktorian İngiltərəsində, yəni orta əsrlərdə bu tarixi səhnədə sosio-iqtisadi şərtləri, mentaliteti o dövrün dini anlayışlarını, bütün hər şeyi hesaba qatmaq lazımdır. Çünki bizim anlayışlarımıza dövrün sistemi təsir göstərir. Məsəl üçün, həmən dönəmdə kasıb qadınlar çox ağır fiziki işlərdə işləyirdilər. Sənayedə və digər işlərdə. Bunlar çox ağır fiziki işlərdə işlədiyi üçün və yaxşı qidalana bilmədiyi üçün zəif və cılız qalırdılar. Bu baxımdan da zəif və cılız qadınlar gözəl kimi görsənmirdilər. Kök qadınlar daha gözəl təqdim olunurdu sistem tərəfindən. Yəni anlayış bu cürdür. Çünki bir insan əgər kökdürsə, onlar bunu şuuraltı bu cür formalaşır ki, yəni bu deməli zadəgan ailədir, təhsilli ailədir, yaxşı pula malik ailədir ki, bu yaxşı qidalanır, kökdür və bu cür bir obraz formalaşdırırdılar. İkinci bir tərəfi odur ki, o dövrdə tibb elmi inkişaf eləməmişdi. Yəni qadının iri ombalı olması, kök olması onun qadın kimi, ana kimi doğurganlığına müsbət təsir idi. Yəni o vaxt belə bu keysəriyyə falan əməliyyatları yox idi. Ona görə arıq qızlar, zəif qızlar, çanağı dar qızlar dezavantaj sağlayırdı. Yəni ki, doğuş zamanı, ana olma zamanı hətta 50-60% qədər deyir kitabda ki, bunların ya doğum anında övladını ya da doğumdan sonra doğum anında öz həyatını ya da doğumdan sonra və ya doğum anında övladını itirə bilirdi. Buna görə də gözəllik də bu dövrdə kök qadınların tərəfində idi. Cəmiyyət bu cür qadınları daha gözəl, daha avantajlı hesab edirdi. İkincisi, dönəmin İngiltərəsi Yunan mədəniyyətini ən üstün mədəniyyət hesab edirdi. Yunan heykəllərindəki dik qarbinkalı burunlar, düz çizgili burunlar aristokratiyanın və zadəganlığın ifadəsi idi. Ona görə də onlar düşünür, bu cür bir şuur formalaşmışdı ki, bu buruna sahib qadınlar da avtomatik daha aristokrat və daha zadəgan qadınlardır. Deməli nə oldu? Dövrün gözəllik, daha doğrusu gözəl anlayışını həmən dövrün siyasi, mədəni, sosio-iqtisadi şərtləri müəyyən elədi. O dövr üçün onlar gözəl hesab olunur. İndi gələk günümüzə. Günümüzdə bunun tam əksidir. Məsələn, o dövrdə fındıq burunlu qadınlar, fındıq burunlu, yəni burnu fındıq kimi olmaq, balaca olmaq əslində kasıbçılığın və səfalətin işarəsidir. İndi isə tam əksinədir. İndi sistem bizə üzümüzdəki görüntüləri, yəni gözəl görsənmək üçün proseduralar və estetik olaraq satır. Eyni zamanda sağlamlıq və fit görsənmək üçün, arıq görsənmək üçün bizə diyet və idmanları satır. Bunlar çox böyük maliyyə tələb edir. Yəni arıq qalmaq, idmana getmək, indiki zamanda hər gün salona getmək, diyet saxlamaq, əməliyyat elətdirmək, prosedurlara girmək, bunlar maliyyə tələb edir və sistemi ayaqda saxlayır. Ona görə sistem birinci səndə süni komplekslər yaradır. Sonra bu süni kompleksləri ortadan qaldırır, səndən çox böyük pullar alaraq. Sən də düşünmədiyin bir yarışın içinə girirsən. Bu belə. Yəni gözəl nisbi bir şeydir və sən bunu dərk eləməmiş bu yarışdan çıxa bilməzsən. İkinci bir məsələ, gözəl olmaq, güclü olmaq deməkdir. İqtidarda olmaq deməkdir. Nə üçün? Həm bilgi, məlumat, informasiya, həm də gözəl. Bunlar bizə iqtidar təmin edir, yəni hakimiyyət təmin edir. Məsəl üçün, olduğum otaqda ən savadlı adam, ən çox bilən adam mənəmsə, digərləri mənim qədər bilmirsə istənilən mövzuda, o otaqda iqtidar mənəm. Məsələn, mən bir Azərbaycan dili müəllimi olsam və mənim sinifimdə Azərbaycan dilini məndən yaxşı bilən uşaq olsa, avtomatik mənə müxalifət yaranır.
və mənim iqtidarlığım sual altına düşür. Hətta mən orada iqtidar belə olmuram, çünki o uşaq məndən daha yaxşı, yəni müəllimindən daha yaxşı bilir. Dolayı yolla müəllim olduğu üçün iqtidar da ona keçir. Və iqtidarda olmaq həmişə insan nəfsinə güc gələn bir şeydir. İnsan iqtidarda olmaq istəyir. İstər bilgisi sayəsində, istər gözəlliyi sayəsində. Məsələn, bir gözəllik yarışması olsa, orada iqtidar kimdir? Ən gözəl olan. Dolayı yolla insanlar, daha doğrusu qadınlar o iqtidara, o hakimiyyətə çatmaq, ən gözələ çatmaq üçün bu yarışın içindədirlər. Amma bir şey dərk eləmirlər ki, bu bir süni yarışdır. Və bu yarışa qoşularaq sən əslində həyatın başqa pəncərələrini qaçırtmış olursan. Sonda isə demək istəyərdim ki sizə, sevgi ilə qalın. Çünki sevgi çirkini də sevə bilməkdir, gerçək sevgi. Əgər çirkini sevə bilmirsinizsə, siz heç vaxt gerçəkdən sevmiş olmayacaqsınız. Həmişə hansısa səbəbləri sevmiş olacaqsınız. Çirkinliyi qəbul edə bilməyən insan heç vaxt gözəlliyi də tam anlamı ilə, layiqliyi ilə dərk edə bilməz. Uğurlar.